Salam. Bugün baxacağıq o darıxırma ayrı olanlar üçün. Mənim üçün darıxırma olmayacaq. 4 variant eləyəcəm. Birinci variant o darıxırma. 2. Üçüncü ve 4. variant. Qaşları da qoyun ki, necə rahat da elə seçsin qaşlarını veya qaşlarsız. Buyurun seçin. Seçmişsizsə biz başlayaq. O darıxırma. Birinci variant. Tak. Baxaq. Darıxırsan mı sen? Darıxırma. Yox, artıq çıxdı və bundan sonrası açmaq olmaz, oxumaq olmaz. Darıxma görsənmir. Nəsə başqa bir maraq var, indi burada deyə bilməyəcəm və ona çatmağa çalışır. Uzaqdadır, elə bil ki, bu məqsəd, bu hədəf çox adam ola bilər də, çox adam baxdığına görə dəqiqliklə demək mümkün olmayacaq. Amma adamın nəsə daha çox belə deyim də intim bir maraq kimi görünür, kimisə əldə eləmək kimi. Onun həvəsindədir, uzaqda görünür, yəni çatmağa çalışır o, necə necə danışım, aktiv hərəkətdədir, aktiv bir rejimdədir. Amma çətin bir şeydir, özü də hesab edir ki, bunu çətindir, yəni asanlıqla əldə edə bilməyəcək, üzərində işləmək lazımdır və alınmayacaq onsuz da bu. Alınmayacaq, olması bir şey kimi görünmür, o məyus olacaq. Məyus olacaq. Bilirsiniz necə? Məyus olacaq. Sadəcə bu elə adamdır ki, mən istəyirəm, mən çatıram. Yəni mübarizə aparmağa davam eləyəcək də. Elə bir ki, alınmadıqca daha çox belə deyim hırsa qapılır türklər demişkən. Daha çox hırsa qapılır, daha çox çalışır. Çətin gələn şey, çətin olan şey ona daha maraqlıdır. Asan şey onun üçün maraqsızdır. Yəni o dayanmayacaq bir müddət, bunun dalınca getməyə davam edəcək, amma alınan bir şey kimi çıxmır da, yəni sizə xoş bir xəbər bunu verə bilərəm ki, alınan bir şey kimi görünmür bu. Amma gedəcək. Yəni nə olur olsun mən çatmalıyam, nə olur olsun çatmalıyam. Çox insandır bu. Mübarizə aparır da, mən istəyirəmsə vəsiyo, mən almalıyam. Görüşəcək bəli olar, görüş alınacaq aralarında, görüş olacaq. Onun istədiyi şey alınmayacaq da, istədiyinə nail ola bilməyəcək. İstədiyinə nail ola bilməyəcək. Bilirsiniz necə, çox adam baxır, mən bunu ətraflı oxuyardım sizin üçün. Amma başqa variantlara keçmək lazımdır. Yəni ətraflı oxumaq, hətta sona qədər bunun nə olduğunu göstərmək olar sizə burada. Sadəcə bunu bilin ki, ən azından uzun bir müddət o istədiyinə çata bilməyəcək. Keçirəm ikinci varianta. Darıxırma o ayrı olanlar üçün. Darıxırsanmı sən? Darıxır, bəli, darıxır, nələrsə eləməlidirsə eləmir. Məsəl üçün, bu işlə məşğul olmalıdır, olmur. Çünki onun elə bir ki, kefi yoxdur da, nəsə eləməyə. Amma düzələcək bu vəziyyət. Düzələcək, darıxır, çox darıxır, siz çatmırsınız onun üçün, çatışmırsınız. Elə bil ki, siz olmayanda nəsə çatışmır onun üçün. Çox adam baxır, uzun açılım eləməyəcəm və artıq bu kart çıxdığına görə biz belə deyim də oxumanı davam eləməməliyik. Buradan oxumalara davam eləmək mümkündür, sadəcə artıq cavab çıxdığına görə ehtiyac yoxdur. Keçirik üçüncü varianta.
bir sualımız var idi. O darıxır yoxsa yox. Üçüncü varianta keçiriyor. Mənim üçün darıxırmı? Əlbəttə darıxır. Əlbəttə ki darıxır. Sevir, darıxır. Necə olmalıdır? Sevən insan darıxmazmı daim? Çox pisdir onun üçün. Çox pisdir onu. Çox qəmgindir. Öz-özünə çox hesabat aparır. Nəyi düz elədim, nəyi düz eləmədim. Bilir ki, insan nələrsə sizə yalan danışır. Bilmirəm, nə ilə bağlı sizin probleminiz olubdur. Yəni, insan bilir ki, yalanlar, düz olmayan hərəkətlər çox eləyibdir. Xəyanət olub burada. Bəlkə siz bunu bilmişsiniz. Özü də bilir ki, səhvdir. Yəni, o gizli saxlaya bilməyibdir də bunu. Xəyanət olub. Bu variantı kim seçirsə, əgər belə bir şey yoxsa keçin başqa variantı. Çünki burada xəyanət olub, adam peşmançılıq çəkir. Darıxır bəli. Yəni də mənim hər şey qaydasındaydı. Mən niyə görə başqasını axtardım, niyə görə belə bir şey elədim ki, indi də bu vəziyyət yaranıb. Öz səhvini bilir, darıxır belə. Keçirik dördüncü varianta. Mənim üçün darıxırmı? Bilirsiniz necə əslində? Nəsə bir maniyaçiliyi var, elə bir ki, insan soyuyur, bezir. Alınmamazlıqdan, problemlərdən. Nədir bu? Darıxır. Oy. Görürsünüz, o tüsüyor. Darıxırsanmı? Neyse, bu münasibətlərdə çox yalan var. İnsanlar bir-birinə açıq deyil. Nəsə var burada, bilirsiniz necə. Çox adam var deyə, çox adam baxır deyə burada konkretən demək mümkün deyil. Elə bil ki, açıq addım atmaq olmaz. Nəsə eləmək, məsəl üçün də normal münasibət olsaydı, bu hərəkəti eləmək lazım idi. Amma elə bir vəziyyət ki, bu addım atmaq olmaz. İnsanlar dayanır, durur qarşılıqlı olaraq. Nəsə addım atmırlar. Və bilirsiniz, dağılmış vəziyyətdə heç kəs də onu düzəltmir, düzəltməyə çalışmır. Hər kəs bilir ki, elə bir ki, çox çətin alınası şeydir bu. Mən eləsəm belə nə edeyim ki, necə eləyə bilərəm ki, artıq nə bilim aramızda bizim nələr var, dünyalar var, nə bilim ümidsiz fikirlər və bezib də artıq başa düşürsüz necə. Gözləməkdən, nələrisə gözləməkdən. Bilirsiniz necə hisslər var burada. O prosta elə bir vəziyyətdir ki, görürsünüz daşım burada. Görürsünüz ürək qırılmış vəziyyətdə və yırtılır. Şəkillərdən görmək mümkündür də. Gözləməkdən, nəyinsə alınacağını ümid eləməkdən və alınmamağından artıq bezmiş bir şey kimi çıxır burada. Nəsə var, nəsə əngəl var. Darıxma bilirsiniz necə, bezginlik kimi görünür. Darıxmaqdan çox soyuma, hisslərdən getmə. Artıq bu hisslər mənə lazım deyil, artıq mənə maraqlı deyil, istəmirəm, heç alınmasın da. O tüsü belə bir şey. Çox sağ olun izlədiyinizə görə. Yazın sizə hansı mövzular maraqlıdır, hansı mövzularda açılım istəyərdiniz. Təşəkkür edirəm izlədiyinizə görə, sağ olun.